Bilirsinizmi ki, Şuşa şəhərində yerləşən Gövhərağa məscidi Qafqazda İslam memarlığının ən görkəmli nümunələrindən biri sayılır. Bu məscid Gövhərağa tərəfindən inşa edilmişdi. Əslində, Şuşada Gövhərağa yuxarı və Gövhərağa aşağı adlarında iki oxşar məscid mövcud olmuşdu. Qarabağ xanlığı dövründə Şuşa mühüm mədəni və dini mərkəzi idi. Belə tikililər həm bölgənin dini nüfuzunu artırır, həm də xalqın qüdrətini nümayiş etdirirdi. Məscidin diqqətə layiq xüsusiyyəti iki yüksək minarəsidir. Minarələr kərpic və keramika işləmələri ilə zəngin bəzədilmişdi. Məscidin əsas ibadət zalı isə İran-Azərbaycan memarlıq üslubunda tikilmişdi. Çar Rusiyası dövründən Sovet dövrünə qədər məscid Şuşada İslam kimliyinin simvolu olaraq qalırdı. Qarabağ münaqişələri zamanı tikilidə ciddi zədələr meydana gəlsə də, son illərdə Azərbaycan dövləti məscidin bərpası və yenidən canlandırılması istiqamətində işlər aparmışdı. Gövhərağa məscidi yalnız ibadət yeri deyil, eyni zamanda xalqın tarixi və mədəni yaddaşının bir hissəsidir. Bu məscid həm də yerli xanlıqların təsirini Kərbəlayı Səfixan Qarabağı kimi görkəmli memarların Qafqazın memarlıq və mədəni kimliyinin formalaşmasındakı rolunu nümayiş etdirir.